çalışırıq. Siz sıralarımızda qoşulsaz, biz daha güclü şəkildə onları müdafiə edəcəyik. Siz sıralarımıza qoşulanda biz Azərbaycandakı bu rejimə qarşı daha ciddi direniş yarada biləcəyik, daha ciddi müqavimət göstərə biləcəyik, daha yaxşı təşkilatlanacağıq və biz güclü olacağımız təqdirdə bu daxili təzyiq Azərbaycanı o demokratik açılıma daha da məcbur edəcək ki, tez gəlsin. Yəni, Azərbaycanda dəyişiklik onsuz olacaq. Azərbaycanda əbədi hakimiyyət onsuz olmayacaq. Amma bu ölkədə sizin dəstəyinizlə güclü müxalifətin olmağı o dəyişikliyi sürətləndirə bilər və onun dinc və demokratik keçidini təmin edə bilər. Ona görə də mən sizin hamınızı artıq bu ağır sınaqlardan da, bu prinsipial məqamlardan da üzü ağ çıxmış, mövqeyini qoruyub saxlamış, heç bir təhdidin və təhlükənin qarşısında öz mövqeyindən bir addım da geri atmamış, həm də ümumbəşəri dəyərlərə sadiq olan